Dadında Sevgi səhifəsindən hər kəsə salam. Bugün malina sosu hazırlayırıq. Dondurulmuş 300 qram malinanı qaba əlavə edib, üzərinə 2 xörək qaşığı şəkər tozu və birazca da su əlavə edib bişməyə qoyuruq. Malinalarımız bişdikdən sonra üzərinə biraz limon şirəsi və 1 xörək qaşığı nişastanı suda həll edib malinaların üzərinə əlavə edib yenidən qaynadırıq və beləcə gözəl rəngli qatı sous əmələ gəlir. Və bugünkü red velvet tortumuzu məhz bu dadlı, gözəl sousla hazırlayırıq. Səhifəmizi izləyib takib etməyi unutmayın. Hər kəsə dadında sevgidən sevgi dolu salamlar.